var, farmakoloji şirkətlərin korporativ maraqları var. Burada dünyada ümumiyyətlə hər şey maraqlar çərçivəsində inkişaf edir. Ona görə də biz inteqrativ təbabət mərkəzi olaraq biz həm Qərbin ən yaxşı nailiyyətlərini götürə bilirik, həm Şərqin ən yaxşı nailiyyətlərini götürə bilirik. Nədir Qərbin yaxşı nailiyyətləri? Qərb biz bildiyimiz tarixi daha çox, biz Qərbin tarixini daha çox öyrənirik. Fransanın, İtaliyanın filan kəsin, düzdürmü? Biz Çinin və Hindistanın tarixini məktəblərdə yaxud da ki, elə öyrənmirik geniş şəkildə, özümüz öyrənsək öyrənirik. Məsələ ondadır ki, Qərbdə baxırsan ki, daima müharibələr olubdur və daima hansısa kəskin infeksion xəstəliklər olubdur və bunlara təcili olaraq nəyisə həll eləmək lazımdır. Deyək ki, qan kəsməni, ağrıları götürmək, travmaları həll eləmək, infeksion xəstəliklərin qarşısını almaq və onlar bu səpkidə inkişaf edəklikdə nəticələr əldə olunubdur. Nədir? Yaxşı ağrı kəsicilər var, əməliyyatlar olunur, cərrahi əməliyyatlar yüksək səviyyədə həyata keçirilir, kəskin infeksion xəstəliklərin qarşısı alınır, epidemioloji tədbirlər işlənilib, hazırlanıb, müəyyən vaksinlər zamanında effekt verib, antibiotiklər və s. Lakin xroniki vəziyyətləri həll eləyə bilmirlər. Xroniki vərəmdir, xroniki aksiyaxondrozdur, xroniki yorğunluq sindromudur, xroniki infeksion xəstəliklərin vəziyyətidir. Digər vəziyyətlərdir ki, şəkərli diabetdir və s. Bunlarla Qərb təbabəti ümumiyyətlə bilmir nətər yanaşsın. Çünki onun təfəkküründə bu ümumiyyətlə yoxdur ki, bunun səbəbi nədir? Çünki səbəbini onlar həmişə axtarıblar ki, hansısa bir maddi bir səbəbdə. Deyək ki, Robert Koch onu sübut eləyəndən sonra ki, vərəmin səbəbi məhz mikobakteriya çöpləridir, orada artıq bu paradigma yəqinləşibdir. İlk öncədən Paracels bunu başlamışdı ki, hər şeyin səbəbi maddə olmalıdır. Amma eyni zamanda Kahneman da deyirdi ki, yox, bu səbəb heç də maddi olmaya da bilər. Və sonda yenə 19-cu əsrdə Almaniya yenədən də qayıtdılar ki, bəli, səbəblər heç də hər dəfə maddi olmur. Orada psixoloji səbəblər var, düşüncədən səbəblər var və orada yeni elm, psixosomatika başladı çox sürətlə inkişaf eləməyə. Və digər orada qomeopati və digər üsullar da Almaniyada var. Amma bunlar hardan gəldi? Yenə də şərqdən gəldi. Çünki şərqdə bilinirdi ki, insan çox qəliz varlıqdır. İnsan həm bioloji varlıqdır, həm zehni varlıqdır, həm də ruhi varlıqdır. Amma Qərbdə insanın ruhi varlığı olduğunu dərk eləyə bilmirlər. Nə söz tapa bilmirlər, nə ifadələr yoxdur, nə terminlər yoxdur, nə heç bir elmi yanaşma yoxdur, nə tədqiqat bir üsulları yoxdur. Öyle gəlir ki, bu ideal bir dünyadır, bunu yalnız dindarlar məşğul ola bilər və bu elmi məcraya keçmir. Təsəvvür edin, Qərbdə yalnız 1859-cu ildə Leipzigdə ilk olaraq eksperimental psixologiya laboratoriyası yaranıbdır. Halbuki ruh haqqında Qərbdə yalnız fəlsəfəçilər danışırdı. Halbuki insanın ruhunun da müalicəsi var, xəstəlikləri var və bu şərqdə bunu çoxdan bəllidir və bunun da yolları var və bunu da çox rahat həll eləyə bilirlər. Yəni, bunlar indi hamısını bir